Salam, bugün size hem dadı hem görünüşü ile süfrelerinizi bezeyecek badımcan ruleti hazırlayıram. Əvvəlcə badımcanları uzun doğrayıram. Duzlu suya koyup bir müddet gözləyirəm ki, acılığı çıxsın. Sonra sıxıb salfedə düzüb suyunu çəkirəm. İşlik üçün əvvəlcə qozu xırda doğrayıram, sarımsağı əzirəm, pomidoru doğrayıram və bu üçünü bir qabda qarışdırıram. Daha sonra üzerine xırda doğranmış kişniş, çüyüt əlavə edirəm. Bu həm qarışığa təravət və gözəl ətir qatır. Sonda biraz da mayonez əlavə edib hamısını qarışdırıram. İşlik hazırdır. İndi keçirik badımcanlara. Qızdırılmış tavada badımcanların hər iki yüzünü qızardıram. Kızarmış badımcan dilimlərinin üzerine içlikdən qoyuram və rulet kimi bükürəm. İsteseniz ruletleri boş qaba düzərkən üzerlerini biraz göyərtib və yanlar dənələri ilə bəzəyə Hem lezzetli hem iştah açan görünür. Hazırladım, büktüm, süfreye düzdüm. Bu da benim badımcan ruletim. Nuş olsun.